Hoş geldiniz aziz dostlar. 7 fevral 2026-cı il Şənbə günü Kiyev şəhərindən sizi salamlayıram. Aziz dostlar, növbəti işıqsız günlərimizdən biridir. Bir sutka oldu ki bizdə işıq yoxdur mərkəzdə. Yüngül də qar yağır. 25-26 saat oldu artıq. Və hələ gözlənilmir verilmək. Çünki bu dəfə yaramazlar nə ediblər? Bu dəfə yaramazlar atom elektrik stansiyaları ki, əsas Ukraynanın elektrik generasiyasını təmin edirlər, elektriklə təmin edirlər. Onlara gedən işıq xətlərini, yəni atom elektrik stansiyalarının elektrik təchizatını zərər endiriblər ki, deməli atom elektrik stansiyaları işləmir demək olar ki. Amma bu da keçər və Ukrayna silahlı qüvvələri təbii ki, düşmənə borclu qalmır. Kiyevdən 1300 kilometr, Kiyevdən yox, sərhəddən 1300 kilometr uzaqlıqda olan Tver vilayətinin Redkino kəndində, qəsəbəsində, yəni qəsəbə tipli yaşayış məntəqəsində Ukrayna silahlı qüvvələri X-55, X-101-ləri yanacaqla təmin edən raşist raketlərinin bazasına zərbələr endiriblər. Bunun əlavə Saratovda kimya zavodu və digər belə əməliyyatlar baş verib ki, bunun da qisasın güya deməli Ruslar, raşistlər, Kremldəki oturanlar güya mülki insanlardan çıxırlar da, belə güya bunların ağlı belə işləyir ki, güya insanlar qalxmalıdırlar hakimiyyətin üzərinə ki, və siz niyə vermirsiniz bu torpaqları, güya onların ağlı belə işləyir. Elə incə Maydan tərəfdən gəlirəm, bu da aşağıda gördüyünüz Maydandır, bu da Mikhailovsk küçəsidir. Sakitçilik, hər kəs öz həyatını yaşayır, gəzişirlər, insanlar, variantlar, hər öz variantı var ki, necə kompüterlərin, telefonların yüklüyür, özünə interneti necə təmin edir. Ona görə, əziz dostlar, incərançılıq üçün, bunlar hamısı müvəqqəti məsələlərdir. Artıq üzü yaza gedir. Mən bildirim ki, təxminən fevral ayının 2-ci yarısından sonra müəyyən mənada plus temperaturlar olacaq Ukraynada. Yəni, həmişə belə olur. Mən yadıma gəlmir ki, fevralın 2-ci yarısından sonra Kiyevdə hansısa böyük şaxtalar olsun. Bu dəfəki şaxtalar da keçib, cəmi 6-8 dərəcə şaxta var. O da ki, yumşaq şaxtadır, küləksizdir. Heç hiss olunmur, belə deyək. Belə dostlar, yəni Rusiya tərəf Ukrayna silahlı qüvvələrinin onların ərazisinə, onların silahlı qüvvələrinə endirdiyi ağır zərbələri, Donbas istiqamətində onları yürütməsini, məhv etməsini bizi belə cavablandırır. Gördüyünüz kimi, bax, insanlar hər kəs öz həyatını yaşayır, gəzişirlər. Doğrudan da gözəl bir gündür, yumşaq, çox yüngül qar yağır, çox yüngül, belə, necə deyirlər, əsl, belə yumşaq qar. Bizim dağlarda belə qar yağardı, yadıma gəlir, Qarabağ, Zəngəzur tərəfdə. Küləksiz filan, səssiz, küysüz, heç kəs bir suita filan, kimsə arası tələsir, belə bir şey yox. Odur ki, əziz dostlar, həyat davam edir. Ukrayna silahlı qüvvələri dediyim kimi həm şimaldan cənuba bütün istiqamətlərdə, sizi inandırıram, dünən deyəsən axşamki efirimizdə yadımdan çıxdı demədim, əsirləri yığmağa yeri yoxdur. Hücuma gələn də yoxdur. Son günlər gələnlərin sayı, döyüşlərin intensivliyi kəskin azalıb, çünki gəlsinlər, nə inəsinlər? İndiki həm də bilirsiniz, Elon Musk düşmənlərin internetini bağlayıb, söndürüb, FP dronlar, deməli, həm də optovolokon dronlardan başqa nələrinsə zərbə vurmaq ehtimalı çox yeni başlanır. Ya da gərək gördüyün yeri vurasan, görmədiyin yeri vurmaq internetsiz demək olar ki, mümkün deyil. Çox çətin bir məsələdir. Yəni, Rusiya üçün çətin bir məsələdir. Ona görə də deməli, belə qərar veriblər ki, güya Kiyevi ilk növbədə və iri şəhərləri blackout şəraitinə, yəni tamamilə işıqsız, istiliksiz saxlamaqla güya nəyəsə nail olurlar. Bu da
insanlara təsir eləmir, çünki 4 ildir artıq biz öyrəşmişik belə şeylərə. Və hamı çox gözəl bilir ki, bir həftə 10 gündən sonra vəziyyət, deməli, bu istiliklə bağlı. Əsas da istilikdir. İşıq belə bir şeydir ki, generatorlar işləyir. Əgər öz evində generator yoxdursa, qonşunda var, qonşu restoranda, kafedə var, hansısa ofislərimizdə var. Yəni, sadəcə olaraq səs tüküylü olduğuna görə ev şəraitində saxlamaq demək olar ki, çətin məsələdir generatorları. İnvertorlar vacibdir. Onlar da yəni bahalı olduğuna görə onda hər kəs özünə rəva bilmir. Təxminən 1500-2000 dolları yaxşı invertorlar. 10 kilovatlıq, 15 kilovatlıq invertorlar, yəni səssiz akkumulyatorlar da belə deyərdim mən. Onlar da ki, hər kəsə düşmür, hər kəs bunu edə bilmir. Ona görə bu belə, yəni günü-günə calamaqla bir təhər ki, silahlı qüvvələrimizə kömək eləməklə ki, onlar düşməni, əsas düşmənin canlı qüvvəsidir. Düşmənin canlı qüvvəsi də məhv edilməkdə davam edilir. Yəni bununla bağlı da giləyicilərimiz yoxdur. Yaxşı xəbərlərimiz var. İnşallah çalışacağıq. Axşam efirlərimiz istənilən şəraitdə, şam işığında da olsa hökmən görüşəcəyik əziz dostlar. Və belə, sizə də uğurlu şənbə günü arzulayıram. Belə hesab etmək olar ki, işıqsız olmağımıza baxmayaraq, mən şəxsən bu şənbə günün 7 fevral 2026-cı ili Ukrayna silahlı qüvvələri üçün, Ukrayna dövləti üçün uğurlu gün hesab edirəm. Elektrik işığı da belə şeydir də, yəni haçansa bir də görəcək ki, qəfildən verdilər. Yəni bu da gözlənilir, hər an verilə bilər. Sağ olun, salamat qalın.